Hikmət müəllim, həyat yoldaşınız necə? Siyasətlə maraqlanır. Həyat yolunuzda sizə dəstək olurmu? Mən çox sevinirəm ki, mənim həyat yoldaşımın 2 ali təhsili var. Siyasətlə məşğul olmur, soyuqqanlı yanaşır bu proseslərə və daima məni dəstəkləyir. Tədbirlərə gedirik, ətrafımızda çoxsaylı mənim qadın dostlarım var. Eyni zamanda siz həyat yoldaşınız üçün bir həyat yoldaşısınız da, bu qısqanmalıdır, düzdürmü? Təbii. Bərabər tədbirlərə gedirik. Mənlə çox səmimi görüşürlər. Əsla və əsla yəni bir reaksiya vermir buna. O başa düşür ki, bu belə olmalıdır. Nəticə etibarilə mən Nə gözəl. ictimaiyyətdə tanınmış adamam bu cür. Hətta mən görüşdüyüm xanımlara deyəndə ki, həyat yoldaşım, onlar təəccüblənirlər ki, tanımadıq, yəni belə. Ona görə də mən düşünürəm ki, bu həm normal ailə mühitinin qorunmasından irəli gələn bir hadisədir, həm də ziyalılıqdan irəli gələn bir hadisədir. Mənim həyat yoldaşım əslən Gəncəbasarlıdır. Mənim kiçik qardaşımın tələbə yoldaşıdır. Bu şəkildə tanış olmuşuq və ailə qurmuşuq və bugünə qədər də ilk gündən başlayan o səmimiyyət, o qarşılıqlı hörmət, o bugün də var.